Salam əziz izləyicilər. Mən Masterlik.net saytının rəhbəri Zevserəm. Bu günlərim məndən bir istifadəçi soruşdu ki, fake necə quraşdırım, quraşdıra bilmirəm. Zəhmət olsa videonu çək izahlı formada. Mən də onun xahişini qırmamaqdan ötəri, yəni videonu çəkirəm, sizə göstərirəm. Deməli belə, sizə skripti qurmaqdan ötəri mütləq bir baza lazımdır və mütləq bir domen. Domenim mənim var, bazamda var və nə yazık ki, domenin özündə sayt quraşdırdığım üçün mən sizə saytı subdomenlə quraşdıracağım indi. Mən artıq subdomen yaratmışam, fake YahooBiz və həkim YahooBiz. Mən indi digər videoda həkimlərin də fake'ini quraşdırmağı öyrədəcəm. İndi hal-hazırda fake YahooBizdə bizim firmanın fake'i olacaqdır. Biz daxil olmalıyıq ilk öncə Masterlik.net saytına, çünki fayllar oradadır. Masterlik.net saytına daxil olduq. Yükləmələrə keçib skript bazasından tarla fake tapa bilərik. Yükləyirik. Artıq mən yükləmişəm, bunu yükləməyə ehtiyac yoxdur. Deməli belə, çoxunuz deyirsiniz ki, necə quraşdıraq? Mən mütləq faylın daxilində məlumatı yerləşdirirəm. Sadəcə əlincəkli yerləməyib oxumaq lazımdır. Fake gördüyünüz kimi boşdur. Baxaq, fake YahooBiz. Heç bir məlumat yoxdur. İndi biz saytımızı quracaq. İlk öncə faylları yükləyirik. Xatırladım ki, faylları yükləməkdən ötəri məsləhət görürəm ki, zip papkaya yerləşdirəsiniz. Çoxunuz RAR-da yükləyərsiniz bəlkə birdən. RAR papkanı bazada açmaq olmur. Ən azından direkt admində olmur. Yükləyirik. Fayllar yükləndi. Açaq zipi. Əssalam. İndi zip papkamızı silə bilərik. Yəni bizə ehtiyac yoxdur. Artıq mən quraşdırdım. Sadəcə burada diqqət yetirməniz gerəkən bir şey var. Mən məlumatda yazmışam. Diqqət yetirin, qovluqlara 777 kemot verilməlidir. Fayllara isə 666 icazəsi verilməlidir. Mütləq 666 nə üçün verilir? 666 icazə verilir ki, faylın daxilində hər hansısa bir dəyişiklik etmək olsun. 777 icazəsi isə papkanın daxilinə hər hansısa bir məlumat əlavə etmək olsun. Məsələn, siz şəkil yükləyirsinizsə, images papkasına mütləq 777 icazəsi verilməlidir ki, siz ona şəkillərinizi yükləyə biləsiniz və papka bu məlumatları yadda saxlaya bilsin. Deməli belə, artıq yükləndi. Xatırladım ki, hazırdır. Xatırladım ki, məlumatlar belə deyim, log.txt olmalıdır fayla. Log.txt faylına yüklənir. Biz burada deməli nick yazdıq, tarla şifrəsi yazırıq, yoxlayıram. Yüklə veririk və güya Ruben yüklənir. Siz istifadəsini anlada bilərsiniz ki, ay filan kəs məsələn filan yerdə bəs deməzsən Ruben boşluğu tapılıbdır, sındırırlar, belə eləyirlər, elə yükləyirlər. Yəni belə deyək, basıb bağlamaqla hallara bilərsiniz. Log.txt faylına daxil oluruq. Gördüyünüz kimi login tarla, pas isə yoxlayıram olaraq daxil olubdur. Sizdən artıq xahiş edirəm, videonu bəyənəsiniz, mümkünsə paylaşasınız və mütləq saytımızı daim izləyəsiniz. Təşəkkür edirəm. Sizinlə zevk idi.